Salam, hər vaxtınız xeyir. Deməli, bugün mən Kimya test toplusu 2023-cü il 1-ci hissədən 148-ci səhifədə olan 40-cı məsələnin həllini izah etməyə çalışacağım. Diqqətin məndə olsun. Deməli, 40. 40-cı sualda deyir ki, müəyyən temperaturda 32,2 qram natrium sulfat vurulsun 10 mol su. Bu bilirik ki, kristal hidratdır. Kristal hidratını 82 qram suda həll etdikdə doymuş deməli məhlul əmələ gəlir. Natrium sulfatın həmin temperaturda həll olma əmsalını qram bölünsün litrlə hesablayın. Uşaqlar, biz bu 40-cı sualı oxuyanda gördük ki, kristal hidrat məsələsidir. Həm də məhlulla bağlıdır. Əgər diqqətlə məsələnin şərhini oxusaq. Deyir ki, deməli, bilirik ki, kristal hidratın tərkibində həm duz var, həm də su var. Və bu hissə duzdur, natrium 2SO4 normal duzdur. Bu da, deməli, sulfat turşunun suda həll olan duzdur. Bu da 10 mol sudur, bilirik, tanıdığımız adi sudur. Yəni, kristal hidratın tərkibində həm duz var, həm də su var. Bunu artıq biz bilirik. İndi belə bir məsələləri həll eləməyə başlayanda əvvəlcə duzla suyu tapmalıyıq ki, sonra ikinci prosesə başlayaq. Ona görə də birinci biz indi burada nəyi tapaq? Duzu tapaq. Gəl duzu tapaq. Natrium 2, SO4 vurulsun 10 mol H2O. Deməli, buradan əmələ gələcək natrium 2, SO4 üstə gəlinsin 10 mol su. Ümumi deməli, kütlə neçə verilib bizdə kristal hidrat? 32,2 qram. Kristal hidratın aşağıda biz emerinə baxsaq, vaxt itirmədən aşağıda özləri sağ olsunlar, hesablayıb yazıblar. 322-dir. Natrium sulfatın da emeri 142-dir. Biz nəyi tapırdıq? Duzu. Natrium 2SO4, yəni natrium sulfatı. İndi tənasüb qururuq. 32,2 qramda x qram duz varsa, 322 qram kristal hidratda isə, tərkibində isə 142 qram nə var? Deməli, natrium sulfat var. X da bərabərdir. Ləbə buradan yazıram. X bərabərdir. Tənasübü 142 vurulsun 32,2-yə bölünsün 322-yə. Bunu ilə bunu mən nə qayırım? İxtisar aparım. Aşağıda nə qalacaq? Aşağıda qaldı 10, yuxarıda qaldı 142. 142-ni də 10-a böləndə 14,2 elədi. Aldıq nəyi? Duzu. Biz buradan duzu aldıq. Afərin bizə. İndi ümumi kütlə nə idi? 32,2. Buradan 14,2 ayırırıq da. Duzun kütləsini çıxanda yerdə nə qalacaq? 18 qram nə? Su. Deməli, ümumidən aldığımızı çıxıb suyun kütləsini tapacaq. Amma bizə burada deyir ki, kristal hidratın 82 qram suda həll etdikdə, 82 qram suda həll etdikdə, yəni 18-in də üstünə 82 gələcək. Eləcək neçə? 100 aldıq. 100 su. Artıq bizim əlimizdə həm suyun qiyməti var, həm də deməli duzumuzun, sağ ol, duzumuzun neçə idi? Duzumuzun qiyməti var. İndi KH dedim, axı, həm kristal hidratdır, həm də məhlul məsələsidir. İndi keçdik ikinci prosesi, əsas proses. KH bərabərdir. Bu maddə, maddə ilə duzdur da, bölünsün M su, vurulsun neçə idi? Seydəli 1000-ə. KH bərabər olacaq M maddəmizi tapmışıq axı burada. 14,12 idi. 14,2. Deməli, M suyumuz da neçə idi? 100. Tapdıq axı. Vuracaq neçə ay seydəli? 1, 2, 3 də 0. Bərabərdir. Sıfırlar getdi. Nə qaldı yerdə? Seydəli, dərhal hərəkət edək. 14,2 ona qalacaq, o da 142. Ay, sağ ol. Bu da eləyəcək 142. Deməli, bizim